Can qohum. Məcnunla bərabər bilirəm. Gördün mü? Tügenerdə. Hələ bir dənə məşhur rəssamınız var. Çox şad oldum. Əli Səngər. Öptüm sənin qardaşın. Çox sağ ol Əzizə bizə qoşulduğuna görə. Sən də bizim canımızsan, sizi alqışlayırıq. Hamı sənə salamlayırsınlar. İcma burada sənə salamlayırsınlar. Yaxşı, orta məktəbi siz necə xatırlayırsınız? Gəldik, bunları şad eləmək. Allah var eləsin. Sağ ol, sağ ol, sağ ol. Hamınızı xoş gördük. Ötkəm tanıyırsınız siz. Belediyenin sədridir də. Yeni belediyenin sədridir. Qafqaz Universitetindəysə bax. Sən kimsən? Mən Nazlı'nın nəvəsi. Nazlı'nın nəvəsi. Nazlı'nın oğlu buradadır. Mehmet. Mehmet oradadır. Görüşdə geçiyor. Bu tanınmış vəkildir. Vəkillər kollegiyası. Bizdə Bakıdan mı? Gürlüqlarını da. Erməni istəyir. Nəfər böyleydi ya. Sən buralısın. Hər an mən Gəncədən ağzı olmuşam mən. Amma oğlan nəvəsi mənim. Abbas dayının oğlan nəvəsiyəm. Mən Nazlı'nın da oğlan nəvəsiyəm. Abbas dayının arvadı kökən Nazlı'dır. Mən tanımadım. Oğlan nə bilir. Əmim tanıyana gelip Mehmet'le görmüşdür. O Rakifçilər burada gəlir. Hə, Rakifin qızı mənim qardaşımın arvadıdır. Bilirəm. Hansı? Sədəqə. Sədəqə Fəxrəddin şeydir də. Fəxrəddin yoldaşı. Qohumluq dərinləşdir. Mənim adım Adildir. Tamam, mən dikkat edəni görmüşəm. Görmüsən mi? Onlarda yaşayırdılar da. Allah. Görürsən, mən tanıyırım. Hatırlım nəyəsə Mişanla gələn. Mişa o bizə qohum, bizə qardaşa döyür. Mişa kirə xala, kirə bimcan. Onunla bir qan qohumu döyülmüş. Onlarla qan qohumu yox. Amma o şeylə birimin əri onlardandır. Mahmud otulardan. Əziz iş əhli. Kimlər gəlir oxuyub? Veriyorlar. Haftan deyil. Kəndçilərim, yerlilərim, ürəklərim, xoş gördük sizi. Bugün çox gözəl bir gündür. Belə bir məclisi təşkil etmək, belə bir kiçik bir kəndin əhalisini bir yerə toplamaq hər oğla məxsus olan şeylər deyil. Mən birinci ilə dedim ki, bu adamın dili varsa bilçəyi də var. Təşkil elədim, minnətlərim sənə, sənin simanda bu məclisi təşkil edənlərin hamısına. Çox xoş gündür bugün. Bu belə hallar başqa kəndlərdə ola bilsin ki, olmaya da bilər. Çünki əhalini yığmaq bir yerə çox çətin məsələdir, özlə belə bir gündə. Mən üzümü tuturam, mən kəndçilərimə. İcmanın hansı bir iclası olarsa, hansı bir təşəbbüslə olarsa, orada mütləq iştirak etmək lazımdır. Bir daha sizə uğurlar arzulayıram və keçirəm Ramiz müəllim verən suala. Ramiz müəllim, biz ilk həftə 8 sinif qutarandan sonra bizim bir hissəmiz bölündük, getdik, kimisi getdi Oxçuoğlu'na, kimisi Amasya'ya. Biz də mən, Vahid, Ələmşah, Surxay, Mamir. Biz də gəldik Təbəkəndə. Çox gözəl bir həyatımız oldu orada. Çətinliklər oldu, gözəl günlər oldu, yadda qalası günlər oldu və bu günə şükür hamımız orada verilən təhsildə, İbişdə aldığımız təhsilin nəticəsində bir çörəyin yiyəsi olduq, bir peşənin yiyəsi olduq. Bir daha sizə üzümü tuturam, verirəm. Çox sağ olun ki, belə bir məclisi təşkil edirsiniz. İlk öncə salamlayıram. Qonşularımı, kəndçilərimi, sinif yoldaşlarımı, bütün İbiş əhlini. Ramiz, sənə təşkil edirəm. Əsas odur, hər şey öz axarında gedir. Planlaşdıranda həmişə o planlayış, bilsən, standart bir şeydə olur. Bir çərçivədə olur. Amma bugünkü təbii, elə İbişdə çalıb çağırırdı, oynayırdı. Elə bil odur. Yəni, standartda deyil və əsas da budur. Bu günləri bilirsən, 38 ildən sonra
Birinci onu deyim ki, hamımızın ürəyində o qədər sözlər var ki, hərəmiz bir yarım saat danışsaq, 3 gün burada qalacaq. O nağıllarda deyirlər 40 gün 40 gecə. Ona görə istəyirəm biraz qısa, amma ürəyimdə olanları deyim. 38 ildən sonra bu gün deməklər bizim bu ilk görüşümüzdür. Baxmayaraq toyda, yasda olurdu, epizodik görüşürdü. Amma bu gün biz elə bil ki, İbişin işığına gəlmişik. Əsas bir gün biz həm də bura qalib kimi gəlmişik. Bilirsiniz, biraz haşiyə çıxmaq istəyirəm. Mən o vaxt 88-ci ildə şəhiddən gəldim, hadisələr vaxtı. Xahiş eləmək istəyirsinizsə danışım, maraqlıdırsa sizə danışım. Yox, maraqlı deyilsə, üstündən keçin gedim. O vaxt cəmaət sərhəddə yığılmışdı, qaça-qaç vaxtı idi. Və bankin müdürü var idi, bilmirəm, bilirdiniz, bilmirdiniz, bizə gəlib gedirdi Aleksandr Sarık. Onun da bizim evdə arıları var idi. Bunlar başladılar o arıları yavaş-yavaş aparmağa, alem qarışmışdı. Amma bununla belə çörək yeyəndə, sürfə başında onun bir şovinist qardaşı var idi. Deyirdi ki, Hamzacan, sən Krasnodara git və bizim bu saqqallar Bakıya qədər gedəcək. Atam da onlara deyirdi, rəhmətli stolun arxasında zarafatla ki, siz hər 100 ildən bir qırılırsınız, bu xam xəyallardan əl çəkin. Sonra elə oldu ki, biz gəldik bura, burada bildiyiniz qədər müəyyən çətinliklər oldu, müharibədə uğursuzluqlarımız oldu və bir xəyal qırıqlığı oldu. Mənim şəxsən özümdə bir xəyal qırıqlığı oldu. İllər keçdi, deməli, haqq üzüldü, amma sınmadı. Biz bir gün bura hamımız qalib kimi görüşmüşük. Mən biraz bunu qısa danışdım, amma inandırıram, saatlarla danışmağa mənim ürəyimdə bu haqda sözüm var. Bir gün biz bura o İbişin bağlarıyla gəlmişik ki, hansı ki o bağlar qorxmadı. İbişin ruhunla gəlmişik, qohumluq bağlarımızla gəlmişik, əzdazlarımızın ruhunla gəlmişik. Biz bir gün Qafqazın ən güclü ordusunla buradayıq. Mən bunu məcazi deyirəm. Və çox xoşdur ki, bizim o balaca kənddən hər sahədə çox güclü kadrlar, çox güclü şəxsiyyətlər yetişdirdi. Və bizim bir gün burada toplaşmamız bir daha göstərir ki, bizim nə qədər o zonada yaşayan insanların, bizim kəndi cəmaatının nə qədər yüksək potensialı var imiş. Əzizlərim, biz bununla fəxr eləməliyik və bu tədbirləri tez-tez keçirməliyik. Niyə? Çünki bizim nəvələrimiz, bizim uşaqlarımız bu tədbirlərdə olurlar, onlar bir-birlərini tanıyacaqlar. Bütün dünyada bir lobbiçilik var. Sözün yaxşı mənasında bunu deyirəm. Yəni, bu insanlar bizdən sonra gələn nəsillər bir-birini tanımalıdırlar. Onun üçün də biz bura tez-tez görüşməliyik. Əziz qardaşlar, əziz bazılar. Rəmz müəllim, mən yenə deyirəm, mənim danışmağa sözüm çoxdur, amma inşallah bunu gələcək məclislərdə. Bir daha sənə və sənin ətrafında olan qardaşlarıma təşəkkür edirəm, Zəyət müəllimə təşəkkür edirəm. Və bu ruhla da davam edirəm. Yaşadım bunu. Öpürəm sizin hamınızı. Bir daha gələn görüşlərə kimi. Təşəkkür edirəm Rəhab bəy, çox sağ olun. Mən qəfil yaxınlaşıram Arda Gül müəllimə. Arda Gül müəllimə buraxılış imtahanları necə arzu edirsiniz? Mən xahiş edirəm, bizim uşaqlarımız Uşaqlar, ay qardeş, Şahin, mən sizlərə icazə verdim ki, Xorsan olduğundan demədim bu qədər yolda. Biraz sakitlik olalım da, biz İbişlər yapın. Böyüksün qardaşım da yoldaşları bir sakitliyə dəvət eləsin. Buyurun, bundan sonra Əli müəllim sizə söz veriləcəkdir. Otur hatta. Bəhmən bəy, icazə verir müəllimə bir danışır. Çox verir. Belə bir məclisi təşkil edildiyinizə görə mən sizə şəxsən öz adımdan təşəkkür edirəm. Doğrudan da həqiqətən də mən belə baxanda özümü başqa evdə yox, yalnız İbişlər hiss edirəm. Düzdür, ay mənim evimin, obamın, qəhrəmin oğulları, qızları, el oğullarım, soydaşlarım, mən sizin
hamınızı xoş gördüm, hamınızı salamlayıram. Düzdür, mən yaradıcılığıma, belə deyək də, müəllim fəaliyyətinə işdə başlamışam. Mən çox az işləmişəm, 5 il işləmişəm işdə. Amma mənim bir müəllim kimi kütələşməmdə həqiqətən də Abdullah müəllimin çox böyük əməyi oldu. Bu da anılmazdır. Mən bir şey deyim ki, bir dəfə növbətçi idim, aşağı 1-ci mərtəbədə. Rəhmətli Tariq müəllimlə mən növbətçi idi. Tariq müəllim mənə dedi ki, mən evə gedim, deyib gəlim, sən bura nəzarət edin. Nəysə, mən nəzarət elədim, uşaqlar nəysə savaşdılar. Abla müəllim zəng vuruldu, mən getdim sinifə, jurnalı götürüm müəllimlər otarına. Birdən Abdullah müəllim bir əlini möhkəm bir stola belə vurdu. Qarda gün. Dedim, nə oldu Abdullah müəllim? Nəysə, mən jurnalı götürmək istəyəndə bu ikinci dəfə əlini stola vuranda. Dedi, bugün nə günüdür? Mən istəyərdim ki, mən bugün növbətçiyəm. Mən özü bitirdim. Jurnalı tapa bilmədim. Çıxdım çölə. Sonra bir də qayıtdı. O bir də əlini stola vurdu. Mən tanımıram. Dedim, ablam mənim üçünüz elə mənə çatır. Dedi, yox qızım, mənim gücüm hamıya çatır. Doğrudan da mənim bir müəllim kimi kütələşməmdə öz İbiş kənd orta məktəbinin böyük yolu var. Başda da Abdullah müəllim olmaq olur. Allah ona rəhmət eləsin. Və mən fəaliyyətimi düzdür. Mən oradan çıxanda 25 yaşım var idi. Mən Bakıxanov vəzifəsindəki 108 nömrəli məktəbdə fəaliyyətimi davam etdirsəm də, amma həmişə öz elimlə, obamla, vətənimlə fərq eləmişəm. Sual olunanda ki, hardan başlanır vətən? İnsanın doğruluq boya başa çatdığı yerdir. Bizim doğruluq boya başa çatdığımız yer İbişdir. Bizim bütün şən günlərimiz, hoş günlərimiz, uşaqlığımız, gəncliyimiz, atalı analı günlərimiz, qardaşlı bazılı günlərimiz İbişdə keçir. O şən bizim üçün o qədər doğmadı ki, o qədər doğmadı ki, vallahi o kəndi unutmaq olmaz. Doğrudan da bugün əvvəla biraz qəmli notlar üzərində bizim kökləndiyi məclisimiz, əvvəla mən unutduğum, mən borcluyam ki, şəhidlərimizə Allah rəhmət eləsin, Allah şəhid analarının ölənlərinə rəhmət, qalanlarına can sağlık versin. O şəhid anaları doğrudan da böyük analardır. Düzdür, onlar öz evlatlarının nəşini qəbul edəndə ana anadır. O öz içərisində hansı hissi keçirir, onu ana bilir. Amma yenə də o vətən qarşısında öz borcunu bildirir, vətən sağ olsun. Allah bütün analarımıza, cəm analarımıza, ölənlərə yenə deyəm, rəhmət, qalanlara can sağlık versin. Və bizim İbişimizin qəbristanlığında yatanların cəmi, hamısına Allah rəhmət eləsin. Çünki o qəbirlər bizdən çox uzaqdadır, amma hələ bilmir o qəbirlərin tarihi necədir. Biz indi keçmişi qoyaq gələcəyək, artıq bizim gələcəyimiz işlıdır. Biz bilirik ki, gözəl bir yerdə yaşayırıq, Azərbaycan doğrudan da. Biz oradan qaçqın düşəndə öz qucağını açdı bizə öz qoynunda yer verdi, düzdür, indi nə qədər əziyyətlər çəkilsin, amma yenə də öz millətimiz, öz xalqımız bizə sahib çıxır. Bugün biz əgər ayaq üstə dururuzsa, bugün bu məclis arxasında otururuzsa, bugün şənləniriksə ki, şəhidlərimizə qoşulur. Bir daha yerə şəhidlərə mən rəhmət bilirəm. O şəhidlər xiyabanı bizim həyat rəhbərimizdir. Biz həmişə şagirdləri şəhidlər xiyabanına atıranda, şagirdlərə deyirik, baxın, o şəhidlərin gözlərinə yaxşı baxın, görün o şəhidlər sizə nəyi deyir? Şəhidlər sizə deyir ki, bizdən sonra qoyduğumuz, əmanət qoyduğumuz o dövləti siz qoruyun və bütöv Azərbaycanın bütöv və gələcək nəsillərə çatdırın. İndi bu məktəbin imtihan vaxtıdır, mən bir şeydə etiraf edeyim. Orada məktəbdə həmişə birinci Azərbaycan dilindən yazılı imtihan olurdu. Uşaqlar imtihanı yazdı, tutardı, getdi, biz də yoxladı. Nəysə, 5 alan 5 aldı, 4 alan 4 aldı. Bizdən sonra məktəbə komisiya gəldi, qəzetdə. Nəysə, bunlar saydəci olaraq komisiya ailətən gələndə 5 alanları yoxlayırlar. Abdullah müəllimdən 5 alanların vərəqləri gətirir, baxar. Mən o vərəqə baxanda bir 5 alan uşağın yazısında bir dənə virgül çəkir. Bəs, burada bir dənə səhv var. Abdullah müəllimdə bir prinsiple var.
hamısından can sağlığı versin. Allah bizim birliğimizi pozmasın. Bu güzel birliktir. Gəlin bu birliği koruyaq. Amma əqdəmiz olsun. Bir əqdiyə qulluq edək və bu birliği koruyaq. Mən hamınıza teşekkür edirəm. Mən doğrudan da bugün özümü işlər istəyirəm. Allah var etsin sizi. Təşkilatlarımıza da böyük can sağlığı verir. Teşekkür ederim. Senin dediğinle yəqin ki, siz de razı olacaksınız. Müəllimlərin piri Abdullah müəllimin böyün oğlu iştirak edir. Ben əlim sizi dəvət edirəm bura. Hər birinizdən xahiş edirik. Daha iyi bir şey dedik, ta bu kadar yok da oturun. Xahiş edirik. Dinleyin de. Əlim, hoş gəlibsən. Hoş gəlibsən. Bilirsiniz, hər birinizin də nəzərdə çatdırmaq istəyirəm. Rövşən, Vidadi qardaşlarım. Deməli, diqqətiniz burada olsun. Üzeyir, İlqar, Kazım, Miri müəllim. Bir də xahiş edəyim. Həqiqətən mən elə belə demədim. Müəllimlərin piri Abdullah müəllimdir. Abdullah müəllimin, yəqin ki oxumusunuz, Ağbabada Tufan var əsəri var. Onu YouTube'da və yaxud da Google'da tapa bilər, oxuya bilərsiniz. İndi onun oğlu Əli müəllimi mən dəvət elədim şəxsən. O da sağ olsun, dəvətimi qırmadı, gəlibdir. Mən sözü vermək istəyirəm Əli müəllimə. Buyur əzizim. Salam mənim həmkərçilərim. Sizi salamlayıram. Kəndimizin şəhidlərini minnətlə onlara rəhmət deyirəm. Kəndimizdə rəhmətə gedənləri minnətlə anıram hamısını. Allah rəhmət edəsin onlara. Bizim kəndimiz Qars mahalına aid olmuşdur. İndi hal-hazırda da ilk köhnə İbiş Qarsın kəndidir. O Akyaka da ilçəsidir. O da köhnə İbişdən köçüb gəlmişdilər bizə təzə İbişə. Demək ki, birinci dəfə Qars Ruslarla, Rus imperiyasıyla qarşılaşmağı 1855-ci ildə olmuşdur. Demək, 1853-56-cı ildə Krım müharibəsi baş vermişdi. Ruslar Krım müharibəsində türklər qüvvələrini bir yerə yığmaması üçün Qarsa hücum eləmişdilər. 1956-cı ildə Ruslar məğlub olduqlarına görə Qarsdan geri çəkilməli olmuşdular. Amma yenidən Rus-Türk müharibəsi baş vermişdi 1877-78-ci illərdə. O vaxt Qarsı tutmuşdular. Elə İbişin 40 il İbiş Rus imperiyasının Qars mahallədəki İbiş imperiyasının əsarətində qalmışdı. Elə İbişin də yaranma tarixi həmən dövrləri əhatə eləmişdi. Belə ki, demək ki, Qarsı tutandan sonra orada kitabda da göstərilib ki, Qarsdan bir giyadez gəlir. İbişi bir küçədir. Küçə 12 ailə gəlir. Bu ailələrin bizim kət bulağı var idi. O vaxt yadında olar indi iştirakı. Kət bulağından yolun sağı, solu, 6 ev aşağı, 6 evdə yuxarı ev salır. Geodezi göstərişindən, yəni planla ev tikirlər. O hardasa ev gəlir, əvvəl biz orada deyək ki, mağazin yanında qutarır o salınmış evlər. Ondan qıraqda demək olar ki, 1918-ci ildə qaçqınlar, başqa yerdən gələn qaçqınlar həmən kəndin davamını salmışdılar. Daha da kənd böyümüşdü, enlə böyümüşdü, uzunla böyümüşdü. Biz köçənə qədər haradasa bir 100 ev var idi İbişdə. Nəzər fikirlər var. Mənim babam da İbişlidir, Qələndər babam. Amma o həmən 1800, demək ki, İbişin tarixi belədir ki,
Ruslar qarşı tutandan sonra Rus dövləti. Bu oturuşması da hardasa bir 10 il çəkmişdi götürəndə. Bu qarşıdan Geldezanın gəlməsi 10 il. Hardasa İbişin yaranma tarixi 1880-ci illərin axırı, 1890-cı illərin əvvəllərinə təsadüf eləmişdir. Burada da o Ramiz müəllim bayaq dedi, o Ağbabada tufan var. O Ağbabada tufan Ağamın kitabı deyil, onu İslam doktorun kitabıydı. Ağam axırıncı dəfə o 4-cü kitabını yazmışdı, ömrü vəfa eləmədi. Mən də o dəftərləri verdim İslam doktora. İslam doktor özünün o kitabında onu veribdi. Demək ki, mənim babam da buraya 1920-ci ildə İbişə gəlibdi. O vaxt Rus müharibəsi, Birinci Dünya müharibəsindən sonra həm gəlib evlərinə, oradan da onun atası göndərib bizim indiki Təzə İbişə. Təzə İbişdə Xuşud doktorun babası Məhzun kişi, onun Bahar mamamız. Bahar mama mənim babamın bacısıymış. Biri də Müləzzim dayı var idi Qoncalıda. O da onun bacısıymış. Bir dənə də bibisi var imiş, Əzzət qarı. O da Əzbeyovda Çosalar var, onların nənəsidir. Onu göndərirlər, orada da erkək mallar var imiş ki, ged ona bax. Həm də onu kömək elə, yəni ki, o inəklərə baxmağa, kökatma mallarına baxmağa başqa adam olmasın da özümüz baxaq. Onu da bilirik ki, 1921-ci ildə Türkiyə Milli Məclisi ilə Rusiya arasında müqavilə bağlanır, Qars müqaviləsi. Qars müqaviləsində İbişin səhrədi bəlli olur. Təzə İbiş qalır bu yanda, köhnə İbiş qalır o tərəfdə. Ondan da kənddə səhrətlər möhkəmlənir. Mənim babam cavan oğlan imiş, bacıları, bibisi kömək edir, evləndirirlər. Kəndin axırıncı ev olaraq bizim evin yerində, kəndin axırıncı ona ev tikirlər. Həmən orada bizim ev başlayır. Atam həmən evdə anadan olur. 1925-ci ildə orada anadan olur. Sonra ilk məktəbi kəndimizdə bitirir. Sonra babası mağaracıqda olduğuna görə Əli baba gedir mağaracığa, 7-ci sinifə qədər də orada oxuyur. 8-ci, 9-cu sinifi Güllübulaqda oxuyur, 10-cu sinifdə Amasya rayonunda bitirir. 1942-ci ildə Amasya rayonunda məktəbi bitirərkən demək, böyük vətən müharibəsi başlayır. Onda müəllimlərim əskəriyə aparırlar, hamısını müharibəyə. Rayonda müəllim azlığı olduğuna görə yaxşı oxuyan tələbələri, əlaçıları müəllim göndərirlər. Mənim atamı da göndərirlər Çivinliyə müəllim. Birinci Çivinlidə atam orada müəllim işləyir. 1943-cü ildə gəlir İbiş kəndinə. İbiş kənddə 4 sinif məktəb olubdur. Məktəbə müdür təyin edirlər. Noyabr ayında 1943-cü ilin noyabr ayında atamı da çağırırlar əskəriyə. Atamla bərabər kənddə
4 nəfər Mahmud Kirva, Abbas dayı, atam, bir də İsrafil dayı, onun da gedir, əskər aparırlar. İndiki Salyan qazarmasını 416-cı diviziyaya, o vaxt Mazdokda həmən diviziya döyüşə giribdik. Döyüş zamanı Mazdokda şəxsi heyətini itiribdik. Yenidən məhv olunmaq üçün Bakıda yenidən məhv olunmağı atam gətirirlər. Sonra bunların yolda təlimlər keçdiklərinə görə, vaxtda uzandığına görə bunu bunları döyüşə göndərmirlər. Atam 1948-ci ildə atamın əskərlik yoldaşlarını buraxırlar. Ama atamın baxımda, çünki İstəşli olduğuna görə yeni əskərlərin təlimi üçün yenidən atamın məktəbə, 4-lük məktəbə direktor qoyurlar, daha doğrusu müdür. 56-cı da həmən məktəbdə atamın təhsil şöbəsinin inspektor çağırırlar. 63-cü ildə atam partiya komitəsi təşkilatına təbliğat təşviqat şöbəsinə keçir. 1964-cü ildə İbiş kəndi orta məktəbinə təzədən ailə vəziyyəti ilə əlaqədar olaraq İbiş kəndinə dönür. İbiş kənd orta məktəbinə direktor təyin olunurlar. Atam İbiş kənd orta məktəbinə direktor təyin olunan zaman qayıdır, o vaxt Nuri müəllimcil qalırdı. Nuri müəllim qalan məktəb idi. Atam da qayıdıb gəlir, onların rayondakilərlə da tanışlığı olduğuna görə deyir ki, burada məktəb yoxdur, bir sinifdir, məktəbi yenidən qurmaq lazımdır. Onlar da deyirlər ki, layihə yoxdur, məktəb layihəsi, sizə layihə verə bilmərik. Amma qalxaz stroy var, material var. Materialları sizə verə bilərik, aparsınlar. Bir dənə də əvvəl məktəbin layihəsi var. O layihəni də verək, o layihə üzrə məktəbi dikir. Atam da ondan razılaşır, gəlir kəndə. Həmin məktəbin həm müəllimləri, həm də kəndin təhsilə önəm verən adamlarının iştirakından həmən məktəbi dikirlər. 8 illik məktəb idi, 2 smendə işləyirdi. Biri tez, bir səhər, bir hissə də axşam. Sonra 1971-ci ildə atamı kənd soveti təyin edirlər. Amma atam kənd soveti təyin olunsa da valideyndən ardından Ermənistan Nazirlər Kabinetinə, Təhsil Nazirinə yazır ki, bir məktəbdə həm də onların imza attırıb göndərir ki, məktəb kənd böyüyübdür, 10-cu sinif lazımdır. 1970-ci ildə bizim təzə məktəbin təməli atılır. 1976-cı ildə məktəb istismara verildi. 1977-ci ildə birinci dəfə olaraq ilk məzunlarını bıraxdı. Və 1986-cı ildə 89-cu ildə məktəb təhsil verməyə davam elədi. İbiş kəndinin, demək 89-da İbiş kəndini söktülər. İbiş kəndinin o təzə başlayan 12 ailəli İbiş kəndinin sərvəni bitmiş oldu. Amma İbiş kəndinin sərvəni bitmiş olmağına baxmayaraq, İbiş kəndində 1955-ci ildə bir nəfər ali təhsili olan İbiş kəndi 1989-cu ildə 100-ə yaxın ali təhsilli, ixtisaslı kadrlar yetişmişdi. Bu da İbiş kənd müəllimlərinin əməyinin nəticəsi idi. İbiş kənd müəllimlərinin əməyinin nəticəsi idi ki, bu gün də İbiş kəndində bir dənə profesor, hidayət doktor,
bir dənə elmlər doktorumuz var, Bakı müəllim, Bakı Dövlət Üniversitetinin dekanıdır. 3 dənə fəlsəfə doktoru var. Bayramov Fikrət Ankara'da müdafiə eləyibdir. Sonra Qurbanov Tacir, bu da dostdur. Qəribdən. Və yüzlərlə mühəndis, həkim, 100'ə yaxın həkim, mühəndis, müəllim, ixtisaslı kadrlar yetişmişdir. İbiş kəndinin müəllimlərinin hamısına təşəkkür edirəm. Ölənləri minnətlə anıram. Başda Abdullah müəllim, Yusuf müəllim, Yaqub müəllim, Cavanşir müəllim, Tariyel müəllim, Xanlar müəllim, Ərəstun müəllim, hal-hazırda yaşayanlar yaşasa uzun ömür, can sağlığı arzu edirəm. Onlardan burada iştirak edir Nuri müəllim, Bağda Gül müəllim, Arif müəllim iştirak eləmir, ona da hamısına düşündürdük. Cəmilə müəllim bizə dərs keçmişdi, hamısına minnətdarlıq edirəm. İbişin təhsilinə, inkişafında əməkləri olduqlarına görə buna bir də minnətdarlıq edirəm. Sağ olun. Teşekkür ederim müəllim hanım. Eybi yox, xoş bulduk. Mən İbiş əhli, gözəl qardaşlarıma deyirəm, biraz sakitçilə rəyət edirəm. Burada saqqallar oturubdur, ziyarlarımız oturubdur. Yəni danışanda da özünüzün eşidə biləcəyiniz qədər danışında səsiniz çox çıxır. İndi bizim musiqi ailəmiz gəlir vaxtımız. Şimdi
Tekrar.
xahiş edirəm, əyləşin. Xahiş edirəm, əyləşin. Bizim ağsaqqallardan deməli Musa Kilvənin böyük 70 yaşı tamam olur. Surxay qardaşımın 2 gün bundan qabaq əvvəl 70 yaşı tamam olub. Avtandil Əməoğlu'nun 70 yaşı tamam olacaqdır. Bu yubileylə yaşları olan insanların hər birini ürəkdən, səmimi qəlbdən, cəmiyyətimiz adından, qrupumuz adından, İbiş kəndimizin sakinləri adından təbrik edirik, onlara uzun ömür, can sağlığı arzulayıram. Səyyət bəy, buradasan məzdim. Bir dənə bu slaydımızı qoyaq. çöldəki olan qardaşlarımızı bir içəri dəvət edəyəm. Mən hamınızdan xahiş edirəm. Oturağın, dinləyəyin,
İndi bir qonağımız çıxış edəcək. Mən söz verəcəm ona. Ay Sərvan, o çöldəkilər kimdir? Nə xayanı? Namza ağanın. Bəyək şəkillərinə baxdınız, ailəsini. İndi mən dəvət eləmişəm, Muxtar müəllim, bizim Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının idarə heyətinin üzvü, tanınmış bir insandır. Bu, həmin Hamza ağanın nəticəsidir. Bir nəfər də var, Hamza ağanın nəvəsi. Biz onları dəvət eləmək istəyirəm. Qoy öz qohum əqrabası haqqında bizləri bilikləndirsin, çünki bizim tariximizdir. Muxtar müəllim, xoş gəlibsiniz. Mən xahiş edirəm ki, bizim bir də alqışlarınızla xahiş edirəm Muxtar müəllimin. Mən istəyirəm siz danışasınız bu barədə. Buyurun. Əziz Ramiz müəllim, özüm həm yerlərimiz, yəni bəzi biz qonaq deyilik Ramiz müəllim, onu qəbul elədim. Çünki mənim nənəm İbişlidir, babam Güllübulaqlıdır. Mən nətər bölümündə özüm, mən bölərsiniz, şeylərsiniz. Mən nənəm tərbiyə edibdir, onu biləsən babamdan çox, onu görə ki, mən daha çox İbişliyim. Deməli, İbiş Avro mahalının kiçik kəndi olsa da, o kiçilikdə deyil, İbiş çox bir məşhur kənddir. Və oradan Hamza ağa kimi böyük birinci dərəcə tacir olurdu, yəni Küpesfer bir gildi olurdu. Yəni, o rəsmi möhrü olan, damğası olan bir adam olurdu, milyonsuz statüsü olurdu. Hamza ağanın mən burada vermişdim Ramiz qardaşıma, Bakıda Avropa Otelinin rəsmilik vermişdim. Yəni, nənəmin qardaşı Yusuf babam, yəni ki, o Avropa Otelində yaşayırdı Bakıda, İnqilabdan əvvəl. Yəni, o hər oğul orada Avropa Otelinə gəlib yaşaya bilməzdi. O danışırdı ki, necə Avropa Otelində kef edilib və s. Hətta pullar deyən üçün xərcləmişdim deyir. Deyir, telegraf çəkdim ki, qarsa ki, pul qutar deyir, yazdım ki, xəstələnmişəm. Deyir, Hamza verir, deyirlər ki, Hamza ağa. Və bu pulu çox xərcli deyir, Hamza deyir, göndərir. Yəni, Hamza ağa, oğlu, babam halından mən bildiyimə görə ikinci adam yoxdur. Birinci adam Hamza ağanın oğludur ki, nənəmin qardaşıdır. Tiflisdə, yəni ki, gimnaziyada oxuyubdur. Yəni, birisi də gimnaziyanı bitirən, dərhal Rus İmperiyasının İstəqlal Universitetinə daxil olur. Yəni, hər adamı, müsəlmanı, türkü İmperiya dönəmində gimnaziya qəbul eləmir, çətin idi. Yəni, Hamza ağa onun üçün çox böyük həcmdə pul vəsaiti verir. Həm də oğlunu hazırlatdır ki, yəni Tbilisdə gimnaziyada oxuyur. Ondan sonra məlum olduğu kimi Yusuf babam Sovet hökumətindən qaçandan sonra Türkiyədə artıq həmin təsəvvürə gətirir gimnaziya təhsili ilə böyük dövlət məmuru, xüsusi xidmət orqanlarında Türkiyənin çalışır və hətta fərq edə bilərsiniz ki, misal üçün, Qars Universitetinin prorektoru Sırrı Səngər, Yusuf Səngərin oğludur. Bu günləri Qars şəhərinin bələdiyyə sədri İbişlidir. Yəni, mən İbişli olmamışam, mən Gəncəli adam olmuşam, Amaçır adam olmuşam, amma mən Çivillidə olmuşam. Düzdür, bizim kəndimizin Güllübulaqda qalmışam iki dəfə bir ay və yəni İbişli olmuşam. İbişin yaxınlığında da Çivillidə qalmışam, Qulaməli var, nənəmin qohumuydu. O ferma müdürüydü, bizi 74-cü il idi. Mən uşaq idim, uşaqlıq hissləri insanın axı bizdə yadında çox rəngarəng qalır, insanın yaddaşını heç vaxt bozulmur. O dağı keçəndə Türkiyə tərəfindən, yəni o Hamza babanın dağda tikdiyi bir ev var idi. Onun yuxarısının ağaçları çox möhtəşəm, belə yoğun ağaçlardan, üstü də çox qəşəng örtü ilə bağlanmışdı. Polunun şeylərini söymüşdülər, bolşeviklər. Amma dururdu onun evini, orada yaşamışam hətta, bir həftədən çox. Və orada hər gün Qulaməli mənə hər gün bir qoz kəsirdi bizə. Və oranın bütün yeməkləri, lavanqa, nə bilim nə. Və bu sonra orada qızıl olan balığı çaydan gözümün qabağında uşaqlar mayka ilə tuturlar. Mən Gəncədən böyümüş adam gəlmişim, asfaltda böyümüşüm da Gəncədən, amma mənim üçün o bir şey idi, möhtəşəm bir şey idi. Yəni, necə deyim sizə, Hamza ağanın özü yəni çox bir məşhur adam olubdur. Hətta mənim anamın atası Türk ordusunun əskəri olubdur. Onun hətta cinayət işində Agent Tureski Vayne Razveski, Türk hərbi kəşfiyyatının iddiamı var, bizdə o sənət var. Türk ordusunda xidmət edən zaman bunu mənim
anamın atası Kazımov onu danışıbdı. Deyir, bir gün deyir, Hamza əmim ona əmi deyirdi. Çünki anam bildə ki, onlar ağa olurlar, onlar Hamza ağanı tanıyırlar. Deyir, Hamza əmim deyir, gəlmiş deyir, hərbi üstə, Kazım Qarabəkinin ordusunun olan yerə gəlib, çadırdaydı da birisi də orada qalacaq. Nədə olacaq? Görür ki, Hamza ağa, baxır ki, əskərlərin yeməyi azdır. O çağırır o qulluqçularını, nökərləri qışqırır üstünə ki, deyir, nə verirsiniz burada? Görmürsünüz, deyir, bu əskərlər ağaçdır burada. Deyir, ora gətirin, deyir, nə bilim, 20-30 dənə qoyun bağlayır ora, cöngə bağlayır ki, gətirin, deyir, bunların yeməyini həmişə deyir, yağ, ət, yəni ki, onların, nə bilim, un, ki, ordu baxsın. Yəni, ona görə də ondan sonra Türk dövləti həmişə, yəni ki, bizim Hamza ağanın sizin işlərin, yəni ki, nümayəndəsinə çox hörmətlə, diqqətlə yanaşır. Bu günləri Qars Universiteti, Türkiyədə tikilən Qars Universiteti var ha, sizin ağanızın torpağında tikilibdir. Və ona da Türk dövləti kompensasiya ödəyibdir, onu bir daha açıqlamırlar məblərini. Yəni Hamza ağa gedəndə ora, cibinlə qızıl pulunla getmişdi Qarsa gedəndə. Yəni siz İbiş Balcı kənd olsa sizə görsün nələr dedim ki, yəni Ağbabanın ən böyük gimnaziyada heç yox İbişdən oxuyurdu. Yəni ona görə siz fəxr eləməlisiniz, İbişlisiniz. Yəni 2 il bundan əvvəl Azərbaycan deməli o qeyri-hökumət fondu, dəstək fondu ilə bağlı bir Qurdoğlu, babamgilin adı ilə bağlı bir kitab çap elədilər. Orada bizim ailənin haqqında bir Azərbaycan pulunu dövlət ayırdı, Qərbi Azərbaycanla bağlı olduğuna görə. Orada bəzi səhnələr verilir. Bir qısa səhnələrdə sizə danışım, yəni ki, İbişin xanımları da, qızları da görün nə qədər bətarətli, dayanıqlı olurlar. Nənəm rəhmətlik boydan balaca idi biraz belə. Orada gedəndə babam bir, yəni Abbas babamı gəlin getmək etdiyi bir şey Gülübraqdan 40 atlı ilə gəlirlər. Bizdə də bir adət var imiş. Gələndə orada bir qoç gətirirlərmiş ki, gəlin bu qoçu yerdən qaldırmalıdır. Nənəm bir də atamın, babamın anası bir də istəmirmişdi. Hamza ağa qızmasını ki, göz qoyumlarında kim soğuçan arvaddan Hamza ağa ilə Qurdoğlu qardaş ağadılar, deyir, boş bir uşağı evləndirdik. Gələndə bir dana boyda qoç gətirirlər. Gələndə Hamza ağa baxır, belə deyirlər, Qurdoğlu, dana gətirirsən deyir. Nazlı nənəmə deyir ki, Nazlı, nənəm balada canınla keçir, qoçun ayağını yerdən özür. Sənir Hamza ağa deyirlər, Qurdoğlu, sən dananın deyir, ayaqlarını yerdən üzdük. Yəni ki, görün, İbişdən olan xanım, Canan xanım, nə bilim, bəlkə 70 kilo, özündən dağıb dananı qaldırırdı, qoçu yerdən qaldırır. Var olun, yəni, kəmşə, məhkəm olun, yəni, İbiş elə bir yerdə biləsiniz. Bu günləri Qarsda, o sizin bələdiyyənin sədri İbişlidir, ən məşhur iş adamlarından biri Hamza Səngərdir, bəyə bu Kövrəldir. Ən biri Türkiyənin məşhur rəssamlarından biri də Hamza ağanın oğlan nəvəsi var, Əli Səngərdir. Yəni, Bakıya gəlmişdi, onun sərgiləri də olmuşdu, bir 10 il bundan əvvəl. Yəni, onun, belə deyək də, o impresionist dildə çəkən rəssamlardan, Türkiyənin məşhur rəssamı var, Çallı ilə bir yerdə gəlmişdi. Səfirzadan sonra düşmüşdü qabağına. Əli biraz rəssam adamdır da, içində onlar ekstraordinar olurlar. Yəni, məşhur rəssamını da var. Yəni, alimlərini və s. İbiş elə belə kəhtöy var olan, yəni İbiş kiçiliyi ilə döyür. Və mən Ramiz qardaşımı göndərdim, İbişin kənd evli sayıları var, 1914-cü ildə çap olunmuş kitabda 50 ev göstərir, 200 neçə edlər gördüyündə sizə də verdim. Yəni, amma o 200 neçə, 243 qadın idi. Yəni, buna baxmayaraq, bu sayın az olmasına baxmayaraq, İbiş yəni ki, xüsusi bir yerdir. Ona görə həmişə bayrağımız düz olsun, güclü olasın. Sağ olun. Əmmə verirəm söz, tanışdım. Çok sağ olun. Ben de valla muhtar dedi ki, böyle bir tədbir var. Sen de sözünü dedim, onda gəlirəm ben. Sizin hamınızı təbrik edirəm. Canı sağ olun, uzun ömür, çok sağ olun. Yada saldığınız için, çok sağ olun. Bu hamısını danıştı, tabi bir şey kalmadı. Sağ olun, hamınızı təbrik edirəm. Allah sizi var eləsin, sağ olun. Ben size teşekkür ederim. Üzür sayım, olabilirse size yeterince dikkat göstermedim sanırım. Biz buna konak döyük. Teşekkür ederim, teşekkür ederim. Şimdi biz
bu vaxtlar kəndimizdə başqa bir o qapını örsən şahid çox yaxşı olar. Deyəsə maraqlı deyirlər. İlin bu vaxtında kənddə nələr baş verirdi? Bir onu da yada salmaq istəyirəm. Ot biçimi başlamışdı yəqin ki. Mən səhv eləmirəmsəm. Rəhmətli Məmmədsən Kirvə yaba, dırmıq, kərəti gətirib atmışdı. İnsanlar götürmüşdülər. İndi səhər tezdən o başdan duranda kənddə bir hay-küy qopurdu ki, deyək ki, səhər inəklərin sağımı idi. Sonra inəkləri örüşə, otarmağa göndərməyi idi. Səs-küy havalardan günlərdən biri kesilirdi. O günlərdən də kərəntisilərimiz gedərdi birinci. Dırmıqçılar, yabaçılar gedərdi. Ot yığımı başlayırdı və savxozun tayalarına ot tədarük olunurdu. Və bu ot tədarük gözümüzün qabağına gətirək, nə olmalı? Və orada da mən qeyd edeyim ki, ən yaxşı Qruçikdə biri Qoşqar idi, biri Aftandır müəllim və Möhsün qardaşım idi. Mən istəyərdim bir Qoşqar bir o xatirələri danışdır, həmişə mükafat alıbdı ot daşımaqda. Onu yanına salaq da. Əmoğlu, gözəl günlər, gözəl xatirələrdir. Demək o vaxt yayda, bax bu vaxtlarıydı, hazırlıq gedirdi, ot biçimi. Demək birinci mən işləmişəm, mənim oğlu Aftadir'dir. Ondan sonra Möhsün oğlu bax Möhsün. Demək, rekord İbişdə o vaxt Sen denen ki, pulunu vermeyeceğim. Deysen ne senin tamatı pulunu vermeyeceğim. 8 ton ot gətirənlər, 8 tondan yuxarı 5 manat mükafat verirlər. 5 manat. Demək, ən rekord nəticəni bir gündə 17 ton ot gətirmişik. Ev dayının balasının maşını ilə mən burada Aftadır. Ondan sonra Möhsün. Elə bir şey. Onda belə qardaş pul qazanır. Ot qalırdı evə. Ot qalırdı evə. Pul qalırdı mənə. Mən də onu götürüb gəlirdim Bakıya. Allah haqqı inişdə oxuyanda, birinci şey nədir? Yılın kasım uşaqları mən geyinmişəm. Mustafa'da, Nahoz'da, oranı tutarmışlar. Ondan sonra birinci branş, dua verin. Kasım yok. O başka şalvar verir. Onu da ben almışım. Ezzət çəkmişəm. Bizim rəqum katibimiz var idi. Qalışmış isyandı, erməni. Gəlirdi, o təkimçidir da. Baxırdı elə görürdə otur. Huzurun otu yerdə qaldı. O günlər oldu. Ondan sonra həftədə bir dəfə Allah rəhmət eləsin. Müşallah Qoruya bizim savxoz dövlətlərindən. Həftədə bir dəfə. Bir dənə heyvan alırdı. İki maşın gedirdi. Onların çamurda, onların başına. Yeyişməyə. Pirə. Ondan sonra nə bileyim. Araz, üzür istəyirlər, yaşım qarlı olur, sən həyat elə bir şey, maraqlıydı. Kənd həyatı tamam başqa şeydir. Gəlirdi, birdən deyirlər, yağış yağırdı, baxırdı, yağış yağırdı, ay oğlum vallahi yağ. Yemeşme olsun ha. Hətta dincələr, bir gün dincələr. Demək ki, Şalat
sizden bir şey xahiş edeceğim. Mani saxlayın elə orada xahiş edirəm. Əyləşək, bir kendimizden bir tamaşa göstərmək istəyirəm sizə. Xahiş edirəm. Şuşanın qabağıdır. Ha? Şuşanın qabağıdır. Ben bunu istəyirəm. İndi belə yox. Söhbət edin də, dünyadan filandan. Burada söhbət gedir. İlqar da oradan nerediniz otur. Oynayın. Hayır. Siz nerede oynayın devam edin. Hayır İlqar, sen de gelirsen təzə poş gəlirsin. Bunların arasında bir xahiş edirəm. Haradadır mənim kamera qardaşım? Bura, ha? Bura bax. Bura çön bura. Ben müəllimlərə birinci verirdim, başqasına verirdim. Sonradan məktəbdə fəaliyyət. İndi oluşmuşsa tamam müəllimdir. Müəllimlər. İndi burada söhbət edin. Biraz söhbət edin. Ne bileyim ondan bundan falan kəsliyə gəlmədi, filan kəsliyə getdi. Belə bir şeyini yaşar. Birinci müəllimə toparına Ha, ver şimdi. Karışın söhbetimiz karışın. Sen bu tələbələrlə doktor. Kendin qabağını, dükkanın qabağına yığışırdılar, onu göstərdilər. Orada da Mahmut Aynen kimsə nerede oynuyordu? O sen yaşasınlar 5 dəqiqə deyilən. Ha, necədir vəziyyət? Biri deyirdi ki, 74'te Sovyet koşulları Afganistan'a gitmişler. Onu da Ben de sizlerin hamısını salamlayıram. Hamıza Daşkent'ten çoğlu salamlar getirmişim. Sonuçta Özbekistan'a. Allah hamısının canını sağ eləsin. Bu güzel tedbirde bilirsiniz neye görürüz. Kəndçilərimizdir, yerlərimizdir. Bir sinif oğlumuzdur, müəllimlərimizdir. Hamınızı salamlayıram. Kim beni tanımıyıbdır, tanısın. Ben Yunus kişinin balaca oğlu İsa İlqar. İlqar Yunusoğlu. İlqar Yunusoğlu. Hayır, belə deyil. Ben size bilsem bu güzel tedbir neden ötəridir? Qəşəng, çok güzel. Bunu Allah düzüb koşana can sağlığı versin. Bunlar uzun ömür versin ki işleri bir yere yıkıp, işlerin bu geçmişlerini bölüşme, bir yere yığışmasına, kiminle təsərrüfatları bölüşmesine, bunlara çok güzel bir tedbirdir. Hamıza uzun ömür can sağlayacağım. Sağ ol. Allah hamısı bu güzel tedbirden de başka bir yerde olar, bir yerde müsiyette olar. Güzel sözlerimizi birbirimize bölüşelim. Müəllimlərimize Allah can sağlığı versin, onlara uzun ömür versin. Şehitlerimize rahmet eylesin, kalanlarına can sağlığı, gazlara şifa versin. Sağ olun, salamat olun. Sağ olun, ayıb işləmatı. Hamınızı təbrik edirəm bu gün münasibətilə. Çünki belə gün qismət nəmlicə idi. Gün xəyirlikdən sonra qismət olubdur. Bizim ağsaqqallar buradadır, Allah canlarını sağ eləsin. Kendimizin qalifeyləridir. Hamınızda minnətdarıq, gəldiyinizə görə çox sağ olun. Uğurluqdır. Hətta Daşkentdən, Azərbaycan hər yerindən də adamlar var, çox sağ olun. Gəldisiniz bugün İbişin kanun günüdür, xeyir günüdür. Bu nadir hadisələrdir, belə yürüşmək çox çəkilir. Allah hamınızdan sağlığı versin. Allah mehriban eləsin sizi. Uşaqlar, əyləncəmiz tutardı, xahiş edəm, yığışdırarın onu. Aşağı. Hörmətli ağsaqqallarımız, hörmətli artistlərimiz, ağır yatıb, yüngül duran cavanlarımız, mügitlərimiz, bugün bizlər, sizlərlə bir yerdə olduq, nə mutlu bizə. Ağbaba müəllim, Tofiq müəllim və mən çalışdıq ki, bu günü təşkil edəyək. Bu günün istədik sizinlə sizə mənəvi bir xidmət göstərək. Könüllərimiz birləşsin istədik. Vətən sevdalı, kənd sevdalılar bir yerə yığılsın istədik. Əzizlərim, hər birinizə can sağlığı arzuluyoruz. Bu bizim sonucumuz olmasın, axarıncımız olsun. İnşallah o birisi görüşlərimizi Zəfər Bayramı və yaxud da yeni 31 dekabr günü keçirəcək, həmrəylik günümüzü Sumqayıt şəhərində keçirəcək. Mən hər birinizə bu qardaşlarımızın adına çox əziyyətlər çəkdilər, hər biri. Gecəmiz günümüzə qatmadıq. Dedi ki, bu görüşü təşkil edəyək. Bizim ağsaqqalımızın ruhunu şad edəyək deyirik. Nur müəllim,
mənəvi bir xidmət göstərdik, çalışdıq ona. Çok sağ olun. Burada nə qüsurumuz, nöqsanımız varsa onu da bağışlayasınız hər biriniz. Çünki biz bu sahədə peşəkar deyilik. İkimiz də, üçümüz də mühəndisik. Bu sahədə desəniz necə oldu aparırsınız? Çünki ürəkdən gələn hər bir şey, eşqlə, məhəbbətlə gələn hər bir şey gözəl alınır. Mən istəyirəm ki, qardaşlarım da sözləri desin. Sonra da mahnıyı qoyun, nə qədər siz oynayın. Çətdə nətər olurdu? Toyun axırında, vur çatlasın, buyurun. Bir yaxşı mahnı zaten koyuyorum. Sağ ol Rabbim. Bura bugün burada iştirak edenlerin hamısına tek teşekkür ediyorum. Çok sağ olun ki bu kendimize olan sevgini bir nümayiş ettirdik. Ben xırda bir epizod, Nuru müəllimin toy günü benim yadıma düşüb, onu ben mütləq burada deməliyəm. Nuru müəllim toy günü mənə bir dənə şillə vurur. O toy çok möhtəşəm idi. Xahiş edirəm qulaq asın. Çok 2 gün davam elədi. Özünüz bilirsiniz ki bu Parazırda toydan sonra bir gün, 2 gün kulaklarımızda zingildiydi, zurnanın sesi. Nuru müəllimin vurduğu şillə kulağımın birində zingildiydi, o birisində zurnanın sesi. Neden vurdu o şilləni mənə, mən deyimsə? Deməli, toydu, Nuru müəllimin toydu. Gəlib coğrafiya dərsi deməyə bizə. Dedim, Nuru müəllim, get də toyundur. O da gəldi, mən bir şillə vurdu. Yaxşı, nəni qovursun? Sağ olun Nuru müəllim, çox doğrudan möhtəşəm toydu. O toy mən büyük xatırladım. Sağ olun. Allah ömür versin, hadi Allah. Allah sağ olun, çok maraqlı. Əziz, gözəl kəndimizin sakinləri, ağsaqqallarımız, analarımız, bacılarımız, ziyalılarımız, zəhmətkeşlərimiz, hər birinizə təşəkkür edirik. Bugün gəlib burada dəyərli vaxtınızı xərcləyib burada iştirak elədiyinizə görə minnətdarım hamımıza. İndi bu tədbiri biz təşkil elədik, başda Ramiz müəllim olmaqla, hamıdan çox Ramiz müəllim əziyyət çəkdi, haqqını halal eləsin, çox sağ olsun, minnətdarım. İndi necə alındı, nə qədər yaxşı alındı biz onu deyə bilmərik. Çünki Ramiz müəllim qeyd elədik ki, biz bu sahənin peşəkarları deyilik. Amma cəhd elədik ki, insanları bir yerə yığaq, kəndin tədbirini keçirək. Düzdür, insanlar, burada el adamları biz gördük ki, hansı ki 40 ilə yaxındır, o insanları görmürdük bizlər. Məsələn, İlqarın burada iştirak eləməyi, Fəxrəddinin burada iştirak eləməyi, elə bunu canlı nümunəsidir ki, 30 yıl, 40 yıl ayrı olan insanları kəndə olan sevgi, kəndə olan məhəbbət çəkdi, gətirdi bura. Hamımız burada gördük. Və burada bizim hamımızın adını eşitdiyimiz Hamza Ağanın nəticələri iştirak elədilər. İndi bilmirəm, bəlkə də bəzilərinizin başı qarışıq idi. Karsın bələdiyyə başçısı, onun nəvəsi, Hamza Ağanın nəvəsi, adı da Həmzə idi. O Karsdan qoşuldu. Yəni mən çox belə qəşəng bir tədbir alındı. Hər birinizə təşəkkür edirəm. İlqarın burada qəzet paylamağı, əmək qəzeti paylamağı. Buradakı bunlar kənddəki zistlerin üstündə oynadığımız nerede simbolize edirdi. Her gün şeyden sonra, ot biçiminden sonra, cemaat çölden gelenden sonra, malı heyvanı yerleştirenden sonra dükkanın qabağına yığılırdı yayda. Ve orada söhbət edenler kim, futboldan danışan kim, siyasi mevzulardan söhbət açanlar kim, hatta zistlerin üstünde de nerede oynayanlar kim. Biz hatta orada uşağıydı. O zistlerin böyle kırçokları var idi. Oradan böyle şarika atıp kesirirdi. Rahmetli Aslan da onu çok güzel futbol izmalısı kimi işaret edirdi. Yani biz bu kendin o güzel anların hamısını yaşadabilmezdik. Ama en azından bir balaca hatırladı. Burada Rolik'te giden kendimizin o sakinlərinin Allah hamısına rəhmət eləsin. Son 2 gündə qrupda çox qəşəng canlanma, çox qəşəng fəallıq oldu. Düzdür, hamı da atmasa da kendi şəkillərini, böyüklərimizin şəkilləri ora atıldı. Hər kəs ürək sözlərini dedi. Allah ölənlərimizə rəhmət eləsin, qəni qalanlara can sağlığı. Əminəm ki, inşallah gələcəkdə
insanlarımız daha da fəal olacaqlar, daha da yaxından iştirak edəcəklər. Yəni görünür ki, bu 2 adamın, 3 adamın işi deyil. Bütün kənd kollektiv şəkildə burada iştirak eləməlidir. Bütün ziyalılarımıza minnətdarlığımı bildirirəm, gəlib burada iştirak elədiklərinə görə müəllimlərimizə təşəkkürümüzü bildirirəm, biz dəfələrlə bildirdik, indi də. O kimin sonunda görüşəlim. Yəni hər birinizə başta müəllimlərimiz olmaqla bizim burada hər hansı bir zirvəyə çatmağımız, hər hansı bir yerə çatmağımızın birbaşa bilavasitə səbəbkarı müəllimlərimizdir. Biz onlara borçluyuq, onlara minnətdarıq. Bütün müəllimlərimizə də bir alqış. Görene kış gören